В общем, bir vaxt deməli bir ay уже dərman istifadə edirəm hər gün. Elə oldu ki, apteka getdi, aptekdə dərman olmadı. 2 gün, 3 gün özümdə ağrılar başladım hiss eləməyə. Elə də başa düşmürdüm bu nə ağrı vardı. Başladı qızdırma qalxmağa məndə, sümüklərim ağrıyırdı. Bütün birbaşa xəstələndim də, yəni belə deyim. Sonra bizdə bir məhəllədə bir narkoman var idi. Dedi ki, bəs sən lomkadasan da. Mən də qəbullanmırdım ki, mən narkomanım. Elə fikirləşirdim ki, mən istirahət edirəm ancaq. Ancaq istirahət edirəm. В общем, mənə elə orada dedi ki, dərman yoxdur, gəl mən sənə qara bir maddə idi. Onda ona kakos deyirlər. Verdi onu mənə, mən birinci onu burun getdim. Gördüm ki, məndə 10 dəqiqə, 15 dəqiqə keçdi, bütün ağrılarım keçdi. Bütün ağrılarım keçdi, özüm təəccübləndim ki, bu nətər olur da, yəni cəmaət xəstələnir, 2 gün, 3 gün xəstə qalır, 15 dəqiqə istifadə eləmişəm, bütün ağrılarım keçdi. Elə oldu ki, keçdim ağır istifadəyə. Keçdim ağır istifadəyə, yaşım da 18-19 idi. Mənə əskərlik povestkası gəldi, deməli, əskəriyə getməli idim. Mənə də fikir aparmışdı ki, necə əskəriyə gedəcəm, mənim ağrılarım var falan belə. Elə oldu ki, özümlə götürdüm əskəriyə gedəndə, orada tutdular məni belə. Birinci dəfə tutdular məni bəs narkotikdən əskərlikdə. Biabırçılıq aləm dəydi bir-birinə. Ora, bura, belə bir təri yoluna qoyduq o məsələni. Əskərlikdən gəldim, müvəqqəti belə deyim də, əvəz edirdim, içkindən istifadə eləmirdim. Belə qaldım 8 ay belə, təzədən başladım sırası ağır istifadəyə. Mənə də bəs deyirlər ki, bəs Maşdağa var və orada müalicə edirlər adamı. Göndəriblər bəs mənə Maşdağıya. Gördüm ki, bəs nəsə vurublar mənə kokteyl, mən 2 gün, 3 gün yatırdım. Yəni, deyirlər ki, bu müalicə deyil. Mənim də kimlə mən istifadəyə başlamışdım, dostum var idi. O da belə bir əziyyət çəkirdi, onu elə bir reabilitasiya göndərmişdilər. Onu reabilitasiya göndərmişdilər, mən də birdən-birə gördüm, dostum itdi də, belə deyim də, yəni, gedib reabilitasiya. 6 ay keçdi, o da belə deyim də, yəni uşaqlıqdan birimizi belə deyim də çox istəyirdi. Həmişə dostluq edirdi bir yerdə, işləyirdi, kollecdə qurtarmışıq. Gördüm onu, tam başqa bir adam gəldi də, elə bir. Çox dəyişiklik gördüm bunda. Gördüm ki, bəs bu deyir ki, mən bugünkü, mən elə sözlər dedi, yəni gördüm ki, bu deyir ki, mən bugünkü gündür fəxr edirəm ki, bəs mən bu şərəfli yoldayım da, yəni mən cəmiyyətə yararlı bir insanam. Mən baxdım buna, bir motivasiya aldım. Deməli, bu ilə danışdım. Bəs evdəkilərlə danışdım, bəs mənə göndərmişsiniz bərpaya, müalicəyə, hər yerə. Gördünüz ki, məndə bəs alınmır da, sadəcə olaraq dərman verirlər, ağrını kəsirlər. 10 gün, 15 gün, 20 gün, sonra təzədən qayıdıram istifadəyə, alınmır. Yəni, mənə dostum izah elədi ki, yəni, problem başımızdadır da, yəni, belə deyim. Sən ora getsən, səndə yəni alınar da. Mən də ona etibar elədim. Sağ olsun Tərvan qardaşımız mənə dəstək oldu, köməklik elədi. Minnətdaram sən qardaşım, doğrudan həqiqətən. Biraz öz sağalma prosesindən danış. Burada necə sənin inkişafın gedir səncə? Mən özüm irəliləyiş görürsən? Təbii ki, mən özümdə çox irəliləyiş görürəm. Mən bura gələndə elementar deyim belə yəni fiziki cəhətdə deyim ki, mən tam dəyişildim. Başımda yəni belə həstə fikirlər yoxdur. Yəni belə deyim də, əvvəl mən çıxış yolu ancaq istifadədə görürdüm. Amma o deyil də, yəni belə deyim. Mən gəldim gündən reabilitasiyaya, bugünkü gün özümdə çox irəliləyiş görürəm. Psixoloji cəhətdə mən bugünkü gün fəxr edirəm ki, bəs mən bu şərəfli yoldayam. Mən cəhd edirəm, mən çalışıram. Yəni belə. Sənə uğurlar arzulayırıq qardaşım. Çox sağ ol qardaşım.
İnşallah çıxandan sonra da sənə dəstək olacağıq. Sənə bu sağalma yolunda uğurlar arzulayırıq. Çox sağ ol qardaşım, minnətdaram. Dəstək olursan. Sağ ol qardaşım.